müharibə səhifəsi qapandı. İndi Qarabağa doğru yalnız sülh və əməkdaşlıq daşıyırıq. Birinci Qarabağ müharibəsindən sonra və ikinci Qarabağ müharibəsi günlərində Tərtər işğalçı ordunun hədəfində idi. Azərbaycan ordusunun parlaq qələbəsi və sülh gündəliyinin addım-addım reallaşması Tərtərə də dincliyi gətirib. İndi rayonun inkişafının da yeni mərhələsi başlayır. Tərtər elektromexanika zavodu da yenidən qurmadan sonra işə başlayır. Elektromexanika zavodunun əsasını ümummilli lider Heydər Əliyev qoyub, stendlərdə təqdim edilən fotolardan aydın olur ki, 1978-ci ildə Ulu Öndər zavodun açılışında şəxsən iştirak edib. İkinci stenddə isə zavodun bərpa və yenidən qurmadan əvvəlki görüntüləri və ikinci Qarabağ müharibəsi dövründə işğalçı ordunun açdığı raket atəşləri nəticəsində müəssisənin binasında yaranmış zədələr nümayiş etdirilir. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər Elektromexanika Zavodu Nazirliyin tabeliyinə verilib. Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal edəcək müəssisədə bir sıra inkişaf etmiş dövlətlərin istehsalı olan müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Nə vaxtdan işləyirsiniz burada? Bir ildir. Nə iş görürsünüz? Torna dözgahında işləyirəm, operatoram. Xeyirli olsun. Ölkəmiz üçün çox strateji işlə məşğulsunuz. Milli silahlarımızın istehsalında iştirak edirsiniz. Konkret nə iş görürsünüz? Yəni? Mən Nəbiyev Elvin, Azər Silah Holdingdə tornacı işləyirəm. Hazırda biz müəssisənin yığım sahəsindəyik. Bu sahədə nə iş görülür? Müxtəlif bölmələrdə hazırlanmış silahların hissələri burada montaj olunaraq hazır vəziyyətə gətirilir. Baxmayaraq ki, sülh dövrüdür, ancaq sülh üçün həm də müharibəyə hazır olmalısan. Yeri gəlmişkən istehsal yalnız daxili tələbatın ödənilməsinə yox, həm də ixraca hesablanıb. Ötən il ölkəmiz 1,4 milyard dollar dəyərində silah-sursat istehsal edib və artıq Azərbaycan 20 ölkəyə silah ixrac edir. Ölkəmizdə müdafiə sənayesi ilə bağlı yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsal həcmi artırılır. Daha çox sayda tədbir isə Ağdərə rayonunda baş tutacaq. Biz hazırda Tərtərdən Ağdərəyə doğru yol almışıq. Dövlət başçısı burada böyük qayıdışın reallaşdığı 4 kənddə görülmüş işlərlə yerindəcə tanış olacaq və sakinlərlə görüşəcək. ...2023-cü ilin sentyabrındakı lokal antiterror tədbirlərindən sonra nəzarətimizə qayıdan Ağdərə rayonu da kənd-kənd bərpa edilir. Ağdərə rayonunun Çapar kəndi də artıq ev sahiblərini qarşılayır. Çapar, böyük qayıdışın 33-cü məntəqəsidir. Artıq 26 ailə öz doğma yurd yuvalarına qayıdıb. Sizin sənətinizə xoş gəlmişik. Sənin də Qarabağa ilk addımın çox xeyirli olsun. Bizim üçün də uğurlu olsun. Öz ailəm adına sizi
Belə çox sağ olun, çox təşəkkürümü bildirirəm. Mən sizi təbrik edirəm, doğma vətənə qayıtmısınız. Çox sağ olun, sizin Uzun sayənizdə. fasilədən sonra. Ağdərə rayonunun Qozlu Körpü kəndində Qozlu Körpü su elektrik stansiyası isə bölgədə generasiya gücünü artıracaq. Regionun ən iri su arteriyası olan Tərtər çayı üzərində inşa edilmiş Qozlu Körpü su elektrik stansiyası 14,7 meqavat gücündədir. Qeyd eləyək ki, işğaldan azad olunmuş ərazilərimizdə istismar olunan 307 meqavat gücündə 38 su elektrik stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Heyvalı kəndinin adının etimologiyası heyva meyvəsi ilə bağlıdır və indi kəndin adının yerləşdirildiyi bu hissədə bu meyvənin prototipinin qoyulması da təsadüfi deyil. Köhnə qardır, amma hər halda Ağdərə artıq qarı görüb. El arasında qar bərəkət rəmzi sayılır. Hazırda biz Heyvalı kəndinə çatmışıq. Bu gözəl mənzərəyə sahib olan kəndin əhalisi işğaldan əvvəlki dövrlərdə əkinçilik, heyvandarlıqla məşğul olub. Əslində buna kəndin təbiəti də imkan verir. Heyvalı kəndində mövcud olan 126 evdən 31-i yararsız, 95-i isə qismən yararlıdır. Onlardan 45 ev istismara hazır vəziyyətə gətirilib. 2026-cı il ərzində əlavə 50 evin hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Salamünaleyküm. Xoş gördük. Xoş qayıtmışsınız. Gözünüz aydın. Təbrik edirik. Yox, keçməyək. Buradan elə sizin təəssüratlarınızı, hisslərinizi bir öyrənək. Xoşbəxtlik qardaş, çox xoşbəxtlik. Çünki bizi birincisi öz doğma torpaqlarımıza dönürük. Bu bir sevinçdir. İkinci sevinçdə bizim qalib ali baş komandanımız bizim evimizə qonaq gələcək. Yəni bundan böyük xoşbəxtlik ola bilməz. Cənab Prezidenti gözləyirsiniz. Əlbəttə. Nə hazırlıq görmüsünüz? Hər şey, yəni gücümüz çatanla. Ürəyimiz qurbanlana. Yəni o Cənab Prezident öz adını Azərbaycan tarixinə də bizim qəlbimizə də qızıl hərflərlə yazdı. İşğal dövründə harda qalırdınız? Biz işğal dövründə birinci Tərtərə getmişik, sonra Bərdəyə getmişik, sonra Mingəçevirə, ən son dayandığımız yer Mingəçevir. Mingəçevir. Yataqxanada. Yataqxanada. Çox ağır şəraitdə yaşamışsınız. 30 il. Allah sizdən razı olsun. Yəni, Amma indi sizin öz eviniz, yəni sahə və əsas odur ki, doğma vətən. doğma vətənimizdəyik. Sizin sayənizdə, ordumuzun sayəsində. Rayonun Çıldıran kəndinin sakinləri də bu il öz doğma yurd yuvalarına qayıdanlar arasındadırlar. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada 12-ci əsrə aid olan Alban məbədi və 13-cü əsrə aid Qırmızı məbəd memarlıq abidələri yerləşir. Bərpa mərhələsində 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə qayıdıb. Rayonun Çıldıran kəndinin sakinləri də bu il öz doğma yurd yuvalarına qayıdanlar sırasındadır. Bir neçə ev hazırdır. Onlardan biri məsələn bu mənzildir. Baxaq görək ev sakinləri yerləşibmi?
Salamünaleyküm. Salam mənim. Xoş gördük. Hoş gördük. Ev sahibisiz. Bəli, buyurun. Təbrik edirik. Gözünüz aydın. Təksiniz yoxsa valideynlər də var? Nədən nöqtə? Allah yaxşı. Salamünaleyküm. Xoş gördük. Gözünüz aydın. Gəlin. Təbrik edirik. Çox sağ olun. Allah köməyinizdə olsun. Köməyinizdə olsun. Necədir eviniz, kəndiniz? Yaxşı, Nə hisslər keçirirsiniz? sevincək. Hırslı. Baxa bilmirsiniz evə, kəndə? Necədir vəziyyət? Yaxşı. İstilik, su, kommunal vəziyyət necədir? Hər şey qaydasında. Yaxşı. Qaydasındadır, şükür Allaha. Baxa bilərik. Bəli. Neçə otaqdır? 2 otaq, bir dənə zal. 2 otaq. Bəli, bir zal, xunu hamam. Lap yaxşı. Dediyiz. İstidir, istilik də var. Qaynar. Meyvələr hələ yəqin Ağdərənin deyil, dərməmisiniz. Bir dənə. Hələ yetişmiş olmaz. Allah qoysa Allah qoysa. yazda. İnşallah. Gözünüz aydın. Təbrik edirik. Sağ olun. Təşəkkürlər. Sağ olun. İkinci ildən mart ayının içində bizə hücum olundu. Müdafiə eləyən yox idi. Xeyr, o vaxtda biz bax belə bir dağlarla çıxmışıq cənab. Yol kəsildi. Biz bu saatda bizim hələ tapılmayan məzarlıqlar var. Bəli. Biz artıq o dövrdə son qoyuldu. Əbədi yaşayacaq. Allah Taala bu bir əlimizdən almasın cənab prezident. Sağ ol. Təbrik edirəm bir daha. Sağ ol. Sağ ol cənab prezident. Təşəkkür. Allah saxlasın. Sən Allah saxlasın. Sağ ol. Belə qalıqlara, evlərin daşqalaq qalıqlarına Qarabağın Şərqi Zəngəzurun nəinki hər kəndində, hər addımda rast gəlmək mümkündür. İndi Çıldıran kəndindən Filiz zavoduna doğru hərəkət eləyərkən yolda da belə görüntülərlə rastlaşırıq. Bir qədər sonra Prezident İlham Əliyev Dəmirli Filiz emalı kompleksinin fəaliyyəti ilə də tanış olacaq. Uzun illər bu yataq işğalçılar tərəfindən qanunsuz şəkildə istismar olunub. İndi isə işğaldan azad olunmuş ərazilərimizdə istifadəyə verilən ilk dağ mədən sənayesi layihəsidir. Kompleksin illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır. İşğal dövründə yatağın çıxarıla bilən ehtiyatları 311 min ton qiymətləndirilib. Bunun 218 min tonu, yəni 70%-i işğal zamanı qanunsuz hasil edilib. 2024-cü il ilə 2025-ci ilin nəticə rəqəmlərini müqayisə edəndə hasilat 141% artıb. İxrac 217% artıb. Ümumiyyətlə, bu fəaliyyətdən gəlir 2025-ci ilin nəticələrinə uyğun 230 milyon manat təşkil edir. Bu da 3,4 dəfə 2024-cü il ilə müqayisədə daha çoxdur. Eyni zamanda ekoloji normaların qorunması, ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi sahəsi üzrə təkmilləşmə işləri aparılıb. Rəsmi statistik rəqəmlərinə baxsaq, ixrac üzrə, qeyri-neft sektor sahəsi üzrə və özəl şirkətlər arasında investor şirkət 2024-cü ildə 6-cı yerdə idi, 25-ci ildə artıq 1-ci yerdə qərarlaşıb. Xoş gördük, salamünaleyküm. Xeyirli olsun. Bizdə olan məlumata görə zavodun işçiləri əsasən
yerli əhalidən, yəni bu bölgənin əhalisindən ibarətdir, elədir? Bəli. Hansı bölgədən? Suqovuşandan. 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 Nə vaxtdan burada işləyirsiniz? 6-7 aydır. Bu gün cənab prezidentimizin siyasət və dəmir yumruğu nəticəsində öz doğma ata-baba yurdumuzdayıq. Allahın bu gününə şükür olsun. Xeyirli olsun. Gözünüz aydın. Çox sağ olun. Çox sağ olun. Böyük Qaydışın daha bir məntəqəsi Ağdərə rayonunun aşağı Orataq kəndidir. Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə qayıdıb. Ağdərə rayonunun aşağı Orataq kəndinə də böyük qayıdış başlayır. Prezident İlham Əliyev kənddə görülmüş işlərlə yerindəcə tanış olacaq, mənzillərdən birinə baş çəkəcək. Məlumat üçün deyək ki, 1989-cu ilin siyahıya alınmasına əsasən kəndin əhalisi 1419 nəfərə bərabər olub. Hazırda isə kənd ərazisində 308 ev var, onlardan 148-i yararsız, 160-ı qismən yararlıdır, onlardan 100 ev istismara hazır vəziyyətə gətirilib. O evlərdən biri budur, hansı ki artıq ev sahibləri qayıdıblar. Salam aleyküm. Xoş gördük. Gözünüz aydın. Sağ olun. Təbrik edirik sizi. Sağ olun, xoş gəlmisiniz. Səni də təbrik edirik. Gənclər, məktəblilər də qayıdır. Bəli. Neçən sinif? 10-cu sinif. 10 sinifdə. Gələnlə artıq abituriyent. İnşallah. Hazırlaşırsan universitetə. Polis akademiyası. Polis akademiyasına. Lap yaxşı. Tam yerləşmisiniz. Yerləşmişik. Necədir şərait? 4 gündür biz buradayıq, şükür. Hər şey qaydasındadır. Bu da sizin həyat sahəsində. Səndə nə ilə məşğul idiniz? Müəllim işləyirdim. Müəllim. Orta məktəb. Burada da yəqin ki, müəllim. İnşallah var, inşallah. Məktəb var. Məktəb var canlıdır. Artıq mən dünən müəllimlə Əmrullah ilə danışdım. Qısa müddətdə burada məktəb açılacaq, bərpa olacaq. Özü bunların kəndində təqribən 17 dənə müəllim elə bura köçür. Həmin məktəbdə. Neçə yaşınız var idi nənə? Allahın bax bu gününə şükür. Buradan çıxanda 42 yaşım var. İndi 70-i keçmişsiniz. Keçmişim. Necə hiss edirsiniz özünüzü bu yaşda? Qayıtmısınız öz doğma? Elə bil ki, bax bu kəndimizə, bu torpağımıza gəlmişik, özümü laf belə yaxşı hiss eləyirəm. 33 ildən sonra ata yurdumuza, öz evimizə, Çapar kəndinə köçürük. Hər birimizin gözü aydın olsun. Mən də bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam. Bugün mənim yanımda ikinci bir oğlum da yoxdur. Amma mənim üçün qürurludur, çünki ən azından o vətəndə mənim oğlumun da, qardaşımın da payı var. Mən qürurlu anayam. Bütün hər bir kəsin gözü aydın olsun. Ən böyük arzum da cənab prezidentin görüşməkdir. O da bugün mənə qismət olacaq. Sənin boyuna qurban. Sağ olun. Canım sənin boyuna qurban. Necə?
Necə yerləşmiş? Yaxşıdır. Allah şükür. Təbrik edirəm. Sağ olun. Artıq 3 gündür ki, Ağdərə rayonunun 4 kəndinə yerləşmişsiniz. Bu münasibətlə sizi təbrik edirəm. Uzun illərin həsrəti arxada qaldı. Haqq, ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir. Bizi güclü edən xalqımızdır. Yumruq kimi birləşən millətimizdir. Mən şəhid Xəyal Aslanovun atasıyam. Bu günləri çox gözəl gündür. Çünki öz rayonumuza, öz kəndimizə qayıtmışıq. Çox sevincimiz var, sağ olun. Biz də çox təşəkkür edirik prezidentimizə. Oğlunuz harda şəhid olub? Oğlum Ağdərə rayonunun Talış istiqamətində 8 il dövlətin kəşfiyyatçısı olub, Xəyal Aslanov. Çox gözəl döyüşüb, dövlətimiz ona 5 dənə medal verib. Yana-yana keçirmişik illəri, ağı deyib anaların dilləri. Val oğlanam, çağırıram elləri vətən, sənin görüşünə gəlmişəm. Qoy var olsun Azərbaycan əskəri, min yaşasın ordumuzun rəhbəri. İndi daha unuduruq dərdləri, vətən. Vətən, sənin görüşünə gəlmişəm. Allah vətənimizi salamat eləsin, Allah ordumuzu qorusun, Allah sizləri də var eləsin. Bütün xalqımızı təbrik edirəm bu sevinçli görüşlə. Mən gedəndə Ağdərədən mənim 17 yaşım var. Hal-hazırda mənim 50 yaşım var. Allahın bu gününə şükür, bu günləri bizə qismət eləyən ilahiyə min şükürlər olsun. Bu günləri bizə qismət eləyən cənab prezidentimizi bağrıma basıram. Ya